Salam, bugün sizlərlə birlikdə 7-ci sinif din nəşrinin kimyaya aid 1-ci yarım il üzrə yekunlaşdırıcı tapşırıqların izahına baxacağıq. İlk sualdan başlayaq. Hansı ifadələr qeyri-metallar üçün doğrudur? Kövrəşdirlər, bəli, kövrəşdirlər. İstilik yaxşı keçirlər, xeyr, istiliyi yaxşı keçirən metallardır. Elektrik cəryanını keçirmirlər, bəli, bu doğrudur. Əgər keçirirdilər olsaydı, bu metallara aid olacaqdı. Yalnız bərk halda olurlar. Xeyr, bərk halda olmurlar yalnız. Çünki məsələn qeyri-metallara aid misal göstərə bilərik oksigen qazını. Bu da qaz halındadır, yəni aqreqat halı qazdır. Buna görə də doğru cavab 1 və 3 D bəndi. Hansı kimyəvi elementlər allotropik şəkil dəyişmələr əmələ gətirir? Allotropik şəkil dəyişmələri heç vaxt metallara aid etmək mümkün deyil. Allotropik şəkil dəyişmələrə yalnız qeyri-metallar aiddir. Qeyri-metallar olduğu bənd isə 2, 3 və 5, yəni C bəndində əks olunmuşdur. Üçüncü sual. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Adi şəraitdə maye haldadır. Adi şəraitdə maye halda olan sirkə turşusudur. Su ilə qarışığı homogendir. Hər ikisinə aiddir. Həm şəkər tozu, həm də sirkə turşusu suda çox gözəl həll olur. Ağ rəngli şirin dadlı maddədir. Bu şəkərə aiddir. Sirkə turşusu isə meyvələrdən alınır. Məişətdə qida maddəsi kimi istifadə olunur. Bu da şəkərə aiddir. Doğru cavab D bəndi, yəni 1-ə aiddir 3 və 4 şəkərə, 2-yə aiddir 1, yəni ortaq cəhətdə, yəni sirkə turşusuna, 3-ə isə aiddir 2, yəni ortaq cəhət olaraq. Doğru cavab D bəndi. Növbəti sual 4-cü sualdır. Bizə X elementi verilib və nüvəsində olan, nüvə isə biz bilirik ki, proton və neytron sayının cəmindən əmələ gəlir. Yəni atom nüvəsini bunlar təşkil edir. Bizə proton sayını M verilib. Yəni proton sayını bilmirik, neytron sayını da bilmirik. Amma neytron sayını bizə proton sayından bir ədəd yüksək olduğunu deyir və bizdən X-i müəyyən etməsini soruşur. Yəni elementin müəyyən edilməsini soruşur. Biz elə bir burada eləsini seçməliyik ki, proton sayı sabit olsun, neytron sayı isə proton sayından bir vahid böyük olsun. Və bizə A bəndində verilib kütlə ədədi 31, fosfor verilmişdir. Kütlə ədədi 31, proton sayı 15. Biz neytron sayını tapmaq üçün 31-dən çıxacağıq 15-i 16 edəcəkdir. Yəni, əgər 15 protondursa, neytrondakı 16-dırsa, bir vahid böyük olduğuna görə elə doğru cavabımız A bəndidir. Gəlin, digər bəndlərdə baxaq. B-də bizə verilib kütlə ədədi 32 və bizə proton sayısı 16 verilib. 32-dən 16 sayı neytron sayını tapırıq. O da bərabərdir 16-ya. Ona görə də burada hər ikisi də eyni sayda olduğuna görə bu bənddə deyil. C bəndi. Bizə 14 kütlə ədədi, 7 isə proton sayı verilib. Biz 14-dən çıxacaq 7-nin neytron sayını tapacağıq. Burada isə 7 alınacaqdır neytron sayı. Burada da bərabər olduğuna görə bu cavab da yanlışdır. D bəndinə baxaq. Bizə kütlə ədədi 64, proton sayısı 29 verilmişdir. Biz 64-dən çıxacağıq 29-u və neytron sayını tapacağıq. O da edəcəkdir. Bunların fərqi isə edəcəkdir 35. Bunların fərqi isə edəcəkdir 35. Yəni bunların arasında çox böyük fərq olduğuna görə bu da yanlışdır. Və bizə maqnezium verilmişdir. Kütlə ədədi 24, proton sayısı 12. 24-dən çıxacaq 12-ni 12 edəcəkdir. Buna görə də bunlarda da eyni sayda olduğuna görə bu cavab da yanlışdır. Yəni biz içdən də dediyimiz kimi doğru cavab A bəndidir. 39-cu səhifəni də bitirdik. İndi isə keçirik 40-cı səhifəyə. 5-ci sualda bizdən yenə məsələ verilib. Sıra nömrəsi 12 olan X atomu Y atomuna 2 elektron verdikdə onların elektron sayı bərabərləşirsə, Y-in proton sayını müəyyən edin. Biz bunu həll edən zaman tənlikdən istifadə edəcəyik. İndi isə keçək həllinə. Həlli bu şəkildə olacaqdır. 12-dən çıxacağıq 2-ni, bərabərdir 10. Sonra isə əgər burada 2 elektron da verirdisə, ondan da çıxacağıq 2-ni, o da bərabərdir 8. Doğru cavabımız olacaqdır B bəndi, yəni 8. 6. Eyni cinsli qarışıq müəyyən edin. Eyni cinsli qarışıq, yəni homogen qarışıqdır.
Qum və su bu heterogen qarışıqdır. Həmçinin suspensiyadır. B bəndi. Təbaşir və su bu da suspensiyadır, yəni homogen qarışıqdır. Neft və su bu da homogen qarışıqdır, amma emulsiyadır. Xorez duzu və su bu isə homogen qarışıqdır. E bəndində isə cil və su, cil bərkdir, su isə maye halında olduğuna görə bunlar da suspensiya olacaqdır, lakin heterogen qarışıqdır. Buna görə də bizdə də homogen qarışıq soruşduğuna görə doğru cavabımız olacaqdır D bəndi. Növbəti sual 7-ci sualda bizdə yenə məsələ verilmişdir. Bizdə deyir ki, X ionuna proton və elektron saylarının cəmi 42-dir. X iyonuna elektron sayını hesablayın və bizdə burada 2 elektron verdiyini və burada isə 6 elektron verdiyini göstərmişdir. Biz əgər verirsə çıxacağıq. Buna görə də indi isə keçək məsələnin həllinə. Məsələni bir daha oxuyuram. X iyonunda proton və elektronların sayı cəmi 42-dir. Deməli biz yazacağıq ki, P üstə gələk N bərabərdir 42. Burada P proton, N isə neutrondur. Bunların hər ikisinin cəmi bizə verəcəkdir atomun nüvəsini. Daha sonra isə biz tənliş quracağıq. X üstə gələk X çıxılsın 6 bərabərdir 42-yə. X çıxılsın 6 bərabərdir 42-yə. Buradan 2x'imiz bərabər olacaqdır 48-ə. X'imiz isə bərabər olacaqdır 24-ə. Biz x'imizi tapdıq. Daha sonra isə məsələnin şərtində deyirdi ki, X iyonuna elektron sayını hesablayın. Bizdən burada 2 elektron verdiyini deyirdi. Biz də ona görə çıxacağıq. Əgər biz X'i 24 tapdıqsa, 24-dən çıxacağıq 2-ni. O da bərabər edəcəkdir 22-yə. Doğru cavab isə D bəndi, yəni 22 olacaqdır. 8-ci sual. Maddə X aqreqat halı maye, suda həll olması isə müsbətdirsə, yəni bu homogen qarışıq olacaqdır. X-ə hansı maddələr ola bilər? Etil spirti. Etil spirti maye halındadır və suda çox gözəl həll olduğuna görə biz biri götürəcəyik. 3. Sirkə turşusu. Sirkə turşusu da maye halındadır və suda həll olduğuna görə biz 3-ü də götürəcəyik. Amonyak. Amonyak qaz halında olduğuna görə biz amonyakı götürməyəcəyik. Glükoza da bərk halda olduğuna görə glükozanı da götürməyəcəyik. Buna görə də bizdə doğru cavab 1 və 3, o da əks olunmuşdur E bəndində. Növbəti sual, 9-cu sual. Bizə bir maddə verilmişdir və onun kütle ədəsinin 52, proton sayısı 24 olduğunu deyir. Proton sayını, neutron sayını və kütle ədədini biz indi tapmalıyıq. Burada kütle ədədi Z verilmişdir. Z'miz bərabər olacaqdır 52-yə. Neutron sayı, biz ilk olaraq proton sayını qeyd edək ki, neutron sayını da tapa bilək. Burada proton sayı da məsələnin həllində verildiyinə görə 24 və neutron sayı isə bizdə olacaqdır 52-dən çıxacaq 24-də 28. Y-də yəni 28 olacaqdır. Və doğru cavab isə bizdə göstərilmişdir D bəndində. Digər sual. Növbəti sualımız 10-cu sualdır. X-ə 2 elektron və X-ə 7 elektron iyonlarının elektron saylarının cəmi 41-dir. Proton sayı neutron sayından 5 bayt az olarsa, X-in kütle ədədini hesablayın. Gəlin bu məsələnin həllinə baxaq. Belə bir tənliş quracağıq 10-cu suala. Z çıxılsın 2 mötərizə daxilində, üstə gələk Z çıxılsın 7 mötərizə daxilində. Çünki bizdə məsələdə deyirdi ki, X-ə 2 elektron, X-ə 7 elektron verir. Biz dedik ki, əgər elektron verirsə çıxırıq. Və bunlar da bərabər olacaqdır 41-ə. 2Z çıxılsın 9 bərabərdir 41 41-dirsə, Z də bərabər olacaqdır 25-ə.
Biz Z'mizi tapdıqca 25'dir. Tapşırığın şərtində ikinci həllində isə deyir ki, proton sayı neutron sayından 5 vaid az olarsa X-in kütlə ədədini hesablayın. Bunun üçün isə belə bir təniş qururuq. Z bərabərdir n çıxılsın 5. Z-ni də biz tapdığımız kimi 25'dir. 25 çıxılsın n burada neutron sayıdır, çıxılsın 5. N də bərabərdir 30. Biz 30 olaraq tapdıq. Sonra isə bizdə kütlə ədədini soruşur. Kütlə ədədi isə biz bir proton və neutron sayının cəminə bərabərdir. Mən burada protonun sadəcə olaraq ədədi qiymətsə, tənliyin başında Z kimi verdiyimə görə A-da da Z olacaqdır. Əslində bunun ədədi qiyməti, yəni P-nin hərfi işarəsi P-dir. Və biz bayaq neutronu isə 30 tapmışdıq. Bunun Z-ni isə 25 tapmışdıq, yəni protonu. Biz A-nı tapmaq üçün, yəni A-da kütlə ədədini tapmaq üçün proton sayı, yəni 25'in üzərinə neutron sayını 30'u gələcək. O da bərabər edəcəkdir 55'e. Doğru cavab burada E bəndində 55 olaraq verilmişdir. 11-ci sual yenə məsələdir. Kütlə ədədi 56 olan element atomunda proton sayı neutron sayından 4 vaid azdır. Atomda olan proton və neutron sayını hesablayın. Gəlin həllinə keçək. Biz bilirik ki, atomun nüvəsinin, yəni kütlə ədədi bərabərdir proton üstəgəl neutron, o da bərabərdir 56 verilmişdir. P-nin isə, yəni proton isə neutrondan 4 vahid kiçik olduğunu məsələmizdə deyirdi. Biz indi tənlik quraraq bunu həll edəcəyik. N, yəni neutron çıxılsın 4 mötərizə daxilində üstəgəl neutron bərabərdir 56 olarsa, N burada olacaqdır 30, yəni neutron tapdıq 30. Əgər proton isə neutrondan 4 vaid azdırsa, P də bərabərdir 30 çıxılsın 4, o da bərabərdir 26'ya. 11-ci sualda doğru bənd isə D bəndi olacaqdır. Keçək 12-ci suala. Maddələr verilib X, Y, Z maddələri. Aqreqat halı X-də maye, Y-də bərk, Z-də isə maye halında olarsa, suda həll olmasını bizə verib. Maye halında X maddəsi aqreqat halı mayedir və həll olunursa, demək bu heterogendir. Digərləri isə homogen olaraq göstərmişdir. Hansı maddələrin su ilə qarşı emulsiyadır? Emulsiya biz dedik ki, heterogen qarışıq olur. Ancaq maye və su ilə qarşıdır. Yəni burada doğru cavab X olacaqdır. Yalnız X, o da B bəndində əks olunmuşdur. Keçək növbəti suala. İyonlar verilmişdir bizə və elektron sayıları verilmişdir. Elektron sayı birincisində A-dır, digərində isə A üstəgəl 8'dir. Bizdə B-ni soruşur. Gəlin bu məsələnin həllinə keçək. Məsələni bu şəkildə həll edəcəyik. Bizdə orada 16 verilmiş. S-in proton sayının 16 verildiyinə görə 16 yazırıq. Çıxılsın mənfi 2 isə S-də burada gördüyünüz kimi əgər elektron verildiyinə görə mənfi 2 olacaqdır. Və bu da bərabər edəcəkdir 18'ə. Yəni bunun bu şəkildə də yazmaq olardı. 16'nın üzərinə 2 gələkdə 18 tapa bilərdiniz. A üstəgəl 8 burada bizdə verilmişdir o elektron sayı, ilk elektron sayını. A da bərabər olacaqdır 10'a. Sonda isə bizdən B-ni soruşurdu. Ondan da çıxacaq biri, o da bərabərdir mənfi 1'i. O da bərabər edəcəkdir bizə 9. Yəni B oldu 9. Cavabı isə bu şəkildə yazırıq 9. Keçək 14-cü suala. Çay sodası üçün hansı ifadələr doğrudur? Formulu natrium hidrogen CO3'dür. Bəli, bu doğrudur. Biri yazırıq bura. İkinci, suda həll olmayan maddədir. Xeyr, bu yanlış cavabdır. Çörək bişirilməsində istifadə olunur. Bəli, bu doğrudur. Rəngsiz uçucu maddədir. Xeyr, bu buna aid deyil. Buna aid etmək olan məsələn asetona, etil spiriti. Lakin çay sodasını aid etmək olmaz. Doğru cavab 1 və 3. Və son 6 tapşırıq. Hansı ifadələr doğrudur? 15-ci sual. Xörək duzunun su ilə qarışığı suspensiyadır. Xeyr, xörək duzu homogen qarışıqdır. Homogen qarışığın tərkib hissələri adi gözlə fərqləndirmək olmur. Bəli, bu doğrudur. Amma heterogen qarışıqlarda isə gözlə fərqləndirmək mümkündür. Etil spiriti su qarışığı homogendir. Bəli, bu da doğru cavabdır.
Dördüncü isə amonyak və aseton suda həll olmayan maddələrdir. Xeyr, bu yanlışdır. Aseton suda çox gözəl həll olur. Növbəti sual 16-cı sualda da bizə yenə məsələ verilib. Qrafika əsasən Y və Z-i hesablayın. 100 ml suda həll olan X-in kütləsi verilmişdir. 30 dərəcədə 300 ml suda həll olan X-in kütləsi qramda. 50 dərəcədə 100 qram X-i həll etmək üçün lazım olan suyun minimum kütləsini qramdan hesablamaq. Gəlin məsələnin həllinə keçək. İlki üçün belə bir tənasib qurduq. 100 ml-də əgər 15 qram həll olursa, 300 ml-də X qram həll olur və biz bunu tənasibi çarpaz şəkildə həll edirik. 100x bərabərdirsə 4500-ə, x də bərabərdir ixtisarlar gedəcək, o da bərabər edəcəkdir 45-ə. İkinci tənasibim isə bu şəkildədir. 100 ml-də əgər 40 qram həll olursa, 100 ml-də x-i tapacağıq, o da bərabərdir. Daha doğrusu 100 ml-də 40 qram həll olursa, 100 qramda neçə 100 qram neçə millilitrdə həll olar. Bunun üçün biz çarpaz şəkildə yenə həll edəcəyik. 10.000-i böləcəyik 40-a, o da bərabər edəcəkdir 250. Bu şəkildə yazılır. Məsələn, bu şəkildə tamamladıq. Digər suala keçək. Uyğunluq müəyyəndir. Bizə metal və qeyri-metal verilmişdir və uyğunlaşdırmamızı istəyir. A kükürt, B natrium, C xrom, D silisium, E isə fluor olaraq verilir. Burada B, yəni natrium və xrom aid olacaqdır metallara. Amma digərlər isə yəni A, D, E, kükürt, silisium və fluor isə qeyri-metallara aid olacaqdır. 17-ci sual isə bu şəkildə yazacağıq. Və sonuncu sual, sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 18 və 20 saylı tapşırıqları yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər. Məişətdə və istifadə və inşaat işlərində boyaları həll etmək, boya ləkəni təmizləmək üçün X maddəsindən istifadə olunur. X-in kəskin iyili, rəngsiz, utucu mayedir. Və əlbəttə ki, X maddəsi aseton olacaqdır. 18-ci sualı oxuyaq, yəni istərsən iş sualını. X maddəsinin adını yazsın. Bayaq dediyim kimi asetondur. 19-cu sual. X maddəsinin su ilə əməl gətirdiyi qarışığın növü suda çox gözəl həll olduğuna görə aseton homogen qarışıq olacaqdır və eyni cinsidir, yəni. 20-ci sualda isə X maddəsinin formulunu və onun molekulunda olan atomların ümumi sayını 2-də yazın. Asetonun formulu isə bu şəkildədir. C3H6O və bizdən molekulun olan atomların ümumi sayını soruşur. C bizdə 3 olaraq, H6 olaraq, oksigen isə atomunu indeksində yazılmasa belə 1 hesab edirik və 3 üzərinə 6 üzərinə 1 gələcək, o da bərabər edəcəkdir 10. Bugünkü izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə. Kanala abunə olmağı və like atmağı unutmayın.